İkinci hissədən sizləri salamlayıram. Mən şəxsən Seyidlər Hüseynli. İlk səni Sabah komandasının üstünlüyü ilə yekunlaşdırdıq və ikinci hissəyə bir qədər sərt oyunla start götürürük. Səslənir cərimə zərbəsi yerinə yetirib Bayram Baku komandası. Qarşılandı top. İlk hissə Sabah komandası. Qapısında ilk qolu görən komanda tərəf olsa belə sonrasında 4 qol rəqibi qapısından keçirtərək önə çıxırlar, geri dönüş edirlər. Zamiroğlu ötürmə Fəxri imkan vermədilər Fəxri Həbibin zərbə indirməsinə. Emin Qasımov top meydanda qalır. Ötürmə edə bilmədi. Qasımov geriyə doğru Salih Abbasadə. Mətin Bayramla itirdi topu. Amma sonrasında sürüşmə fəndi ilə də hücumun qarşısını alır. Hakim isə out'a işarə eləyir. Ötürmə gəldi, Emin qarşıladı Fəxri Həbibli, anidən surət işə düşür. Fəxri sağ zaten əməli başda surətləndi. Cərimə meydansasını ötürmə edir. Lakin nə toxuruş edən, nə də zərbə indirən var. Təzyiq lazımdır. Nə baş verdi? Hakim saxladı oyunu. Desən, faul qeyd alınır. Fəxrin zərbəsi, daha bir zərbə, qapısı dəf edir. Uzun ötürmə olundu. Salih geriyə çəkildi və Rafael Baloğlanov artıq qapısındadır 23 nömrə. Zamiroğlu, Ciyakan ötürməsi olsuna yaxşı gördü. Messi Emini, Emin Qasımov və top orada. 5-1. 5 nömrədən komandasına 5-ci qol gəlir. Birinci hissədə standart vəziyyətdə ötürməni etmişdi Emin Qasımov Həsən Zamiroğluya. Zamiroğlu fərqləmişdi, 1-1 etmişdi hesabı. İndi isə Həsən Zamiroğlu asist aktivini yazdırır. Ciyakan ötürmə edir ona. Və Emin Qasımov topu tora qovuşturdu. Həsən ötürmə Eminə. Out. Həsən Zamiroğlu. Emin Qasımov. İndi Həsən. Emin. Geriyə çəkildi Salih. Ötürmə qarşılandı Salih'in ötürməsi, amma uğursuz cəhd oldu. Bayern Baku komandası tərəfindən. Emin Qasımov. Qasımov qaydalar çərçivəsində top alındı onunla, amma yenidən qazanır Sabah topu.
Salih Abbaszadə. Müdafiədən yenə də uğurlu çıxartdı topu Salih. Emil Qasımov. Sağ saha. Edən Salih topla. Emin. Abbaszadə. Ötürmə bu dəfə amma qeyri dəqiq oldu. Paralel ötürmələri bir qədər qeyri dəqiq olur hələ ki. Uğurlu alınmır. İstədiyi kimi alınmır Salihin. Emin. Qasımov, out. Top meydanı tərk edir, meydanda saxlaya bilmədi. Fəxri. Fəxri, ötürmə, Sən Samiroğlu. Top çəsvədən yan kəsdi. Zamiroğlu, Fəxri. Out yerinə yetirir Bayram Baku. Emil Qasımov. Sən Samiroğlu sıyrılır bir rəqimdən sağ saxda yaxşı gördü Fəxrini. Yenədən Həsən qüvvətli zərbə indirir top. Qaplan yan kəsdi. Emin. Türmə ünvanına çatmadı. Salih isə cüssəsi ilə rəqibin qarşısına alır. Topun meydandan kənarlaşmasına şərait yaradır. Sən Zamiroğlu. Türmə qarşılanır. Emin. Mətin Bayramlı özünə ayrı oynadı. Fəxri, Həsən Samiroğlu. Türmə Emin istiqamətində top yenidən Samiroğlu'la. Out. Yenidən dəyişikliklərə həyata keçir. Out. Abbasov, Abdullah, Rəvan. Adəmlə oynadı. Sağ sınahı yenidən Rəsul. Rəsulun yaxın küncə zərbəsə topları yandan silkələdi. Rəvan. Saxladı Hakim oyna. Yerdə qalan oyunçu var. Bayram Baku komandasının 10 nömrəsi yerdədir. Ümidvarın zədəsi ciddi deyil. Adəm sağ sınaqla oynadı. Tunay Nağıyev geriyə doğru. Rafael. Out. Sol. Nə baş verdi?
Out. Rəvan Xan Əliyev. Rəsul. Abbasov sıyrılır. Bir rəqibindən, amma ötürməsini də etdi. Rəvan bir pauza edir. Ara ötürməsi mükəmməl alınır, amma Abdullah Bayramovdan zərbə bir qədər qeyirdi. Eyvallah. Rəsul Abbasov. Rəsul Abbasov qüvvətli zərbə, qaydan top və Abdullah Bayramov qaydan topu tora qovuşturdu. Artırdı hesabı 15 nömrə. Abdullah Bayramov. Rəsul Abbasov. İsmini ötürməsi Rəsulun. Rəvan. Abdullah'a toxunur top. Rikaşet var idi zərbədə. Lakin qalıq Küper ayaq sayığı idi yeni də o epizodda. Adəm Dadaşov geriyə doğru. Sol sınaqdan irəliyir Adəm. Amma indi irəliyə bilmədi, çünki meydan bitir. Out. Dadaşov. Yanında Abdullah. Ötürmə keçmədi. Abdullah Bayramov, Rəvan Xan Əliyevlə oynadı. Sağ sınaqda Rəsul Abbasov. Rəsul Abbasov qüvvətli zərbə idi, amma çərçivənin üzərindən keçdi top. Rəsul saxladı hakim oyunu, qayda pozulub. Türmə dəqiqdir. Bir qədər mani oldu burada Tunay Nağıyev rəqibinin hücumuna. Rəvan, Rəsul. Rəsuldan bir reyid gəldi. Türmə solcuna Abdullah Bayramov. Qüvvətli zərbə. Top qapıdan yan keçir. Rəvan. Türməsi qarşılandı. Yenidən topu qazanmağa çalışır Sabah. Rəvan Abdullahla oynadı. Keçdi bir rəqibin Abdullah Bayramov. Ötürmə zərbə meydançasına və gol! Tunay Nağıyev. 18 nömrə hücuma atılır. Müdafiədən çıxıb hücuma atılır və fərqlənir. Və 15 nömrə Abdullah Bayramov. Bir qolu var idi. Bir asist yazdırır aktivinə. Sıyrıldı bir rəqibindən yaxşı şəkildə. Cərimə meydançasına bir ötürmə və top da orada. Zamiroğlu. Fəxri. Qarşılandı ötürməsi. Emin. Geriyə doğru. Sağ sınaqda Fəxri. Həsən Zamiroğlu. Cınaq dəyişir hücumda. Yenidən Zamiroğlu. Həsən Zamiroğlu yaxın altılığa zərbə. Qapıdan yan keçdi.
Emin. Fəxri ötürmə çox yaxşı alındı. Zamiroğlu keçdi bir rəqibin Həsən ötürməsi. Amma toxunuş edən və zərbə indirən yoxdur. Həsən. Naim Əliyev. Ötürmə Abdullah Bayramov. Zamiroğlu ilə oynayır. Hücum uzanı dəyişməyə çalışdı. Hücum, daha doğrusu müdafiəçilər qarşısını almışdı ötürmənin. Ürgünün zərbəsi dəqiq olsa belə Qalkiper dəf edir. Ülfi. Ülfi Abdullahzadə. Abdullah. Onun ötürməsi auto yollandı. Artıq dəqiqələr azalır, yavaş-yavaş sona çatmaq üzrədir. Təxmini 2 dəqiqə və ya 2 dəqiqə yarım qalıb final fitinə. Əgər kompensasiya olunacaq dəqiqələr olmazsa hakim tərəfindən Sadiq divar pası Ülvi ilə itirdilər topu. Həsən Zamiroğlu ötürmək üçün mövqi axtardı, artıq tapa bilmədi. Yavaş-yavaş qapıya da yaxınlaşırdı, hiss etdi. Zərbəsində isə blok qoydular. Out. Ülfi. Sadiq. Out. Ülfidən ötürmə Abdullah Bayramova. Abdullah, yenidən Ülfi. Sağ saha, Sadiq Teymurov. Outda qazanır. Artıq mövzuda belə xilas edə bilməz Bayram Baku komandasını. Bir şəkildə 3 xal Sabah komandasının aktivindədir. Son 1 dəqiqə əsas vaxtın bitməsinə təxmini 1 dəqiqədən də az qalıb. Naim Əliyev, Dadaşov. Abdullah Bayramovun zərbəsini ikinci cəhdə qapısı tutur. Meydanda qaldı top. Abdullah Bayramovdan gözəl hərəkətlər. Bayramov 2 rəqibli yerdə qoyub artıq. Sadiq Teymurov. Out və beləliklə hakimin də final fiti səsləndirilir Sabah komandası.